İran-İsrail müharibəsi Azərbaycana böyük təsir eləyəcək. Azərbaycanda böyük bir savaşa, iqtisadi savaşa, bəlkə də silahlı savaşa səbəb olacaq. Belə ki, Azərbaycana idxal edilən ərzaqların böyük bir hissəsi İrandan gəlir. Rusiyadan gəlmir ki, Rusiyanın özünə ərzaq lazımdır. Gürcistandan gəlmir, sərhəddə bağlıdır. Ancaq gəlir İrandan. Azərbaycana gələn, xaricdən gələn ərzaqların 80%, yəni 70-80%, böyütmürəm ha, 70-80% aracılığında İrandan gəlir. İrandan. Deməli, ölkəyə yumurta, toyuq, xiyar, qartof, soğan, banan, portağal, düyü, yuyucu maddələr, yuyucu vasitələr, deyək ki, bütün o sitrus meyvələri, çox şey, yəni Azərbaycana, xüsusilə ərzaq məhsullarının 80%-ə qədəri İran ərazisindən gəlir. Bu məhsullar daha çox İrandan Azərbaycana gətirilir. Müharibə ərəfəsində İran Azərbaycana bu məhsulların satışını məcburi şəkildə dayandıra bilər. Əsasən İranda müdafiə sənayesinə daha çox diqqət ayrılacaq və İran öz əhalisini ərzaqla təmin etməyə üstünlük verəcək. Azərbaycana ərzaq məhsulları gəlmədikdə isə həm ərzaq çatışmamazlığı yaranacaq, həm də qiymətlər daha çox bahalaşacaq. Yəni ərzaq çatışmamazlığı və qiymətlər bahalaşacaq. Çörək oçreti deyirlər, İlham Əliyev çox lağ eləyirdi çörək oçretinə. Çörək oçreti gəlir. Hələ çox şeyin oçreti gəlir. Bu da ölkədə böhran vəziyyətinə gətirib çıxardacaq. İnsanların aldığı əmək haqqı, qiymət artımı, insanların aldığı əmək haqqı kəskin şəkildə dəyərini itirəcək. Qabil nə deyir? Qabil izləyicilərlə nə deyir? Dərhal, dayanmadan 1-2 tay un, 3-4 meşox buğda, yəni yuyucu vasitələr, xarab olmayan məhsullar da deyək ki, alın dərhal, çörəyi içkiyə buraxmayın, çörəyi dilim eləyin. Qurudun, dəyərlənmədən, yemək saat pişirəndən sonra qurudun çörəyi, suxari kimi eləyin, yığın. Ərzaq böhranı gələcək. Müharibə davam eləsə, 2-ci həftə bəs eləyir. Davam eləsə, ərzaq böhranı gələcək. Mütləq və mütləq, əlinizə nə keçirsə, meyvələr var, çoxdursa, hamısını doğrayın, qurudun, meyvələri qurudun, dozlayın, qurt düşməsin. Çörəkləri suxari eləyin. Un, çay, o vacib tələbat məhsulları alın. Uşaqlarınıza nurafen alın, şəkər xəstələri, dərmanlarınız, daimi o dərmanlardan istifadə edən adamlar var. Onlar dərmanlarınızı alın. Müxtəlif dərmanlarınızı alın. Və bunu mən sizə tövsiyə elədim. Çünki böyük bir böhran gəlir. İlham Əliyev bütün ordunu, sərhəd qoşunlarını, polisi, daxili qoşunları hamısını töküb İran sərhədinə ki, oradan sərhədi yarıb kimsə keçməsin. Baxın, ölümə tərk eləyir. Özcə vaxtı deyirdilər ki, 40 milyon Türkün də prezident İlham Əliyevdir. Hanı? Yolu kəsibdir. Ey İranlılar! İlham Əliyev yolu kəsibsə, bombanın altından qaçmaq istəyirsinizsə, sizin qarşınızı kəsən Əliyevin polislərini tapdalayın keçin. Türkiyə, Azərbaycan, Avropa, digər ölkələr, İranla xüsusilə sərhəd ölkələr bu qaçqınlara sahib çıxmalısınız. Bu qaçqın axırına sahib çıxmalısınız. Hal-hazırda Türkiyə-İran sərhədi çox yoğundur. İlham Əliyev də Rusiyadan haçan insanlarımızı orada ölümə tərk edib buraxdı ki, sərhədlər açıb Rusiyadan, haçan Ukraynadan, Rusiyadan insanlarımızı buraxdı ki, indi də İrandan buraxsın. Bilir ki, pullu adamlar şəxsi təyyarələrlə minirlər, düşürlər birbaşa, aeroportda, oradan da gedirlər birbaşa, siyabrizə, nə bizə, ada bax, siyabriz.